Robin Sharma, Ferrarisini satmış rahibdən həyat dərsləri. Sən öləndə kim ağlayacaq? Görürsən ki, həyat sənə öz dəyərini hiss etməyə, layiq olduğun xoşbəxtliyi tapıb, sevinci yaşamağa imkan vermədən yanından şütüb gedir. Əgər elədirsə, bu kitab liderlik məsələləri üzrə quru və Ferrarisini satmış rahib kitablar seriyasının müəllifi Robin Sharma tərəfindən yazılmış xüsusi kitabdır. Minlərlə insanın həyatını dəyişmiş kitab səni yeni gözəl həyata aparacaq, yol göstərənin olacaq. Robin Sharma stressdən qurtulmağın nadir metodlarından tutmuş, təkcə həyatdan zövq almaq deyil, gələcək nəsillərə qiymətli iz qoyub getməyə də imkan verən, təsirli vasitələrə qədər 101 mürəkkəb problemin sadə həllini təklif edir. Həyatın faciəviliyi ölümdə deyil, bizim yaşaya-yaşaya özümüzü görməməyimizdədir. Norman Cousins. Ön söz. Bu kitabı əldə etdiyin üçün sənə təşəkkür edirəm. Bununla sən daha şüurlu, daha şən və dolğun yaşamaq qərarını təsdiq etmisən. Bu o deməkdir ki, sən qəza-və qədərin hökmü ilə deyil, ağılla, taleyin ümidinə deyil, müəyyən olunmuş bir planla yaşamağa qərar vermisən. O zaman mənim alqışlarımı qəbul et. Ferrarisini satmış rahibin ilk 2 kitabı çıxdıqdan sonra mən həddən artıq çoxlu oxucu məktubu aldım. Bu məktublardan öyrəndim ki, mənim kitablarımda əks olunmuş ideyalar onların çoxunun həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Çoxlu kişi və qadınların çağırışları məni təsirləndirdi və ruhlandırdı. Bundan əlavə bu çoxsaylı məktublar məni yaşamaq sənəti haqqında bildiklərimi bölüşməyə, bu məlumatı tam bir həyat dərsləri sırası ilə təqdim etməyə həvəsləndirdi və mən kitablarım üçün ən vacibləri, mənim nəzərimdə insanların həyatını yaxşılaşdırmağa qadir olanları seçərək işə başladım. Bu kitabdan öyrəndiklərin mənim dərindən duyduqlarımdır və o ümidlə təqdim edilib ki, sən buradakı qədim müdrikliklə təkcə əlaqə hiss etməyəcəksən, həm də gündəlik həyatının bütün sahələrində əsl uğur qazanmaq üçün onlardan istifadə edəcəksən. Həyatın çoxsaylı dərsləri sayəsində mən bunları anlaya bilmişəm. İnsanın təkcə nə ilə məşğul olacağını bilməsi kifayət deyil. O, bu biliyi öz həyatının istəyi kimi qurmaq üçün istifadə edə bilməlidir. Əminəm ki, Ferrarisini satmış rahib seriyasından 3-cü olan bu kitabı vərəqlədikcə, sən öz peşə və şəxsi, mənəvi həyatını zənginləşdirəcək müdrik ideyalar xəzinəsini kəşf etmiş olacaqsan. Əgər sən mənə məktub yazsan və ya elektron poçtla mesaj göndərsən və ya mənim seminarlarımın birində iştirak edib mənim söylədiyim ideyaları öz həyatında tətbiq edə bilib-bilmədiyini, bu kitabda hansısa məsləhətin təcrübəyə uyğun olduğu barədə fikirlərini bölüşsən, çox minnətdar olaram. Hər məktuba şəxsən cavab vermək üçün əlimdən gələni edəcəyəm. Sənə mənəvi rahatlıq, daimi rifah, layiqli məqsədə çatmağın xoşbəxtliyini yaşamağı arzu edirəm. Robin Sharma. 1-ci bölüm. Öz çağırışlarını müəyyən et. Hələ yeniyetmə ikən mən atamdan heç vaxt unutmayacağım bir söz eşitmişdim. Oğlum, dünya sənin doğulduğuna sevindiyi halda sən ağlayırdın. Elə yaşa ki, sən sevinclə dolu halda onu tərk edərkən dünya ağlasın. Müasir həyatın dəli qaça-qaçında biz əsl təyinatımızı dərk edə bilmirik. Bugün insan asanlıqla ayın səthində otura bilir, amma təzə qonşusu ilə tanış olmaq üçün küçənin o biri tərəfinə keçməyə vaxt tapa bilmir. Biz planetin o biri ucuna ballistik raketi, onun trayektoriyasını heyran edici dəqiqliklə hesablamaqla buraxa bilirik. Amma doğma balalarımızı zooparka aparmağa vaxt tapa bilmirik. Bir-birləri ilə əlaqə saxlamaq üçün insanlar elektron poçt, faks, rəqəmsal telefonlardan istifadə edirlər. Amma insanlıq heç vaxt bu qədər məsafəli olmayıb. Biz insani təmayüllərdən məhrum olmuşuq və həyatdakı həqiqi amalımızı itirmişik. Biz daha həqiqi dəyərlərə diqqət yetirmirik. İndi ki sən bu kitabı oxumağa başlamısan, icazə ver soruşum. Sən öləndə kim ağlayacaq? Sənin yer üzündə gəzmək şərəfinə layiq olmağın neçə nəfəri düşündürür? Sənin həyatın gələcək nəsillərin taleyində necə əks olunacaq? Sən həyatdan gedəndə nə və nəticənə hansı mirası buraxacaqsan? Şəxsi təcrübəmə əsasən mən belə bir qənaətə gəlmişəm. Əgər sən öz həyatınla məşğul olmasan, o mütləq səninlə məşğul olacaq.
Günlər hiss olunmadan həftələrə, həftələr aylara, aylar illərə əvəz olunur. Həyat qaçılmaz sonluğuna doğru şütüyür və biz tezliklə ağlı ilə dərk edəcəyik ki, həyatımızın yarısını yaşamışıq. Bernard Shaw ölüm yatağında olarkən ondan soruşurlar: "Əgər həyata yenidən gəlsəydiniz, kim olmaq istərdiniz?" Biraz düşündükdən sonra o dərindən köks ötürüb: "Mən elə bir insan olmaq istərdim ki, ola bilərdim, amma bacarmadım." Mən bu kitabı ona görə yazdım ki, siz də belə bir şey yaşamayasınız. Şimali Amerikanın şəhərlərində seminarlar zamanı səyahət edərkən mən vaxtımın çoxunu konferanslarda iştirak etməyə həsr edirdim ki, insanlara həyatın təməl qanunları haqqında öz fikirlərimi çatdırım. İstəyirdim ki, onlar da həm məişətdə, həm də işgüzar sahədə liderlik haqqında şəxsi anlayışımı bölüşüm. Mənim rastlaşdığım insanlar cəmiyyətin müxtəlif təbəqələrindən olsalar da, onları eyni sual narahat edir. Həyatın mənasını necə tapmalı? Həyatımı doldurmaq üçün nə qədər zəhmət sərf etməliyəm? Həyat səyahətindən zövq almaq üçün necə yaşamaq lazımdır ki, sonra gec olmasın? Bu suallara cavab verərkən mən eyni şeyi deyirəm: öz çağırışlarınızı axtarın. Heç şübhə etmirəm ki, bizlərdən hər birimiz ortaya çıxmasına şərait yetişənədək müvəqqəti mürgüləyən nə isə bir xüsusi istedada malikik. Hər bir insan özünün unikal amalını yerinə yetirmək üçün yaşayır. Özünün insani potensialını yüksək səviyyədə yerləşdirməyə, eyni zamanda başqa insanların həyatını zənginləşdirəcək, xeyirxah məqsədinə çatmağa imkan verəcək amalını. Öz çağırışlarını axtarmaq heç də o demək deyil ki, sən indi məşğul olduğun işdən imtina etməlisən. Yox, sadəcə olaraq özünü daha çox işinə həsr etməli və səndən ən yaxşı alınan bir istiqamətdə toparlanmalısan. Yetər ki, həyatının bir mənalı olaraq başqa insanların iştirakı hesabına yaxşılığa doğru dəyişəcəyinə əmin olaraq yaşayasan. Mahatma Gandhi necə demişdir? Özün həyatında hər şeydən artıq görmək istədiyin dəyişikliyə çevril. Bu baş verən kimi sənin həyatın dəyişəcək. İkinci bölüm. Hər gün tanış olmayan bir adama yaxşılıq et. Ölüm yatağında olarkən Aldous Huxley bütün həyatının dərslərini ümumiləşdirən bir müdrikliyi bir neçə sözlə ifadə etmişdi. Bir-birinizə xeyirxah olaq. Adətən bizə elə gəlir ki, özümüzü yalnız şəkillərimizin, qəzet və jurnalların birinci səhifəsini bəzəyəcək hansısa böyük və ya cəsur adamla reallaşdıra bilərik. Mən bundan böyük yanlışlıq tanımıram. Oturuşmuş fikirlərin əksinə olaraq dolğun həyat gündəlik xeyirxahlıqlardan, öz-özlüyündən o qədər də böyük bir iş olmayan, metodik olaraq insanların böyüklüyünün mahiyyətini təşkil edən xeyirxahlıqlardan təşkil olunur. Həyat yolumuzda rastlaşdığımız hər kəs bizi öyrənmək üçün, dərs və ya danışmaq üçün tarixçə bəxş edir. Hər gün hansısa bir adamla ötəri görüşdə bizə növbəti dəfə insanlığımızı göstərməyə imkan verən anlardan ibarətdir. Axı niyə əsl mahiyyətimizi ortaya çıxarmağa və ətraf aləmimizi yaxşılaşdırmağa başlamayaq? Mən hesab edirəm, əgər sən gün ərzində heç olmasa bir nəfərin üzündə təbəssüm yaratmağa və tanımadığın birinin əhval-ruhiyyəsini qaldırmağa nail olmusansa, deməli, hədər yaşamamısan. Hər şey çox sadədir. Xeyirxahlıq bizim bu planetdə yaşamaq hüququmuzun əvəzində ödəməli olduğumuz xüsusi bir vergidir. Tanımadığın insanlara yaxşılıq edərkən yaradıcı ol. Xeyirxahlığını sadə həyati situasiyalarda nümayiş etdir. Maşınla körpünü keçərkən arxanca gələn sürücü üçün də ödəniş et. Vaqonda yerini bir əlilə ver və ya qarşılaşdığın təsadüfi adamla həl-əhval tut. Bu yaxınlarda mən Ferrarisini satmış rahibi oxuyan, Vaşinqtonda yaşayan bir qadından məktub almışam. Gör o nə yazır. Adətən mən kilsə sədəqəsi əvəzinə ruhi inkişafıma kömək edən adamlara pul göndərirəm. Xahiş edirəm bu məktuba əlavə etdiyim $100 çeki sizə dua və minnətdarlığım kimi qəbul edəsiniz. Onun cömərtliyi mənə təsir etdi və mən ləngilmədən ona radio çıxışlarımın birində yazıldığı kaseti göndərdim. Bu qadının xeyirxahlığı və ruhi coşğunluğu insanlara yardım etməyin və bu zaman səmimiyyəti itirməməyin necə vacib olduğuna bariz nümunədir. Üçüncü bölüm. Öz həyat perspektivlərini qoru. Bir gün hərəkətsizliyə məhkum olunmuş bir nəfəri xəstəxanaya yerləşdirirlər. O palataya gələndə orada pəncərə qarşısındakı çarpayıda başqa bir pasiyent də olur.
Onlar tezliklə dostlaşırlar. Pəncərə önündəki pasiyent hər gün çölə baxır və çarpayıya məhkum olmuş yoldaşını necəsə əyləndirmək üçün saatlarla natiqliklə xəstəxana divarlarının kənarındakı dünyanın gözəlliyindən danışır. Bəzi günlər o, xəstəxana ilə üzbəüz yerləşən parkın gözəlliyini təsvir edir. Ağaclardakı yarpaqların necə sayrışdığından danışır. Başqa bir gün o küçədə gedən insanların nə elədiklərini detallı danışmaqla yoldaşını əyləndirir. Lakin zaman keçdikcə çarpayıya zəncirlənmiş pasiyent qonşusunun təsvir etdiyi gözəllikləri görə bilməməsindən məyusluq hissi duymağa başlayır. Nəhayət bu hiss söhbətçil qonşuya qarşı kinə çevrilir. Bir gecə pəncərə önündə yatan pasiyentin öskürək sancısı tutur. Çox güclü öskürək nəfəsini kəsir. O isə tibb bacısını çağırmaq əvəzinə özünü görməməzliyə qoyur. Səhəri gün həkimlər ona pəncərədən çöldəki gözəl həyat haqqında söhbətləri ilə sevinci anlar bəxş etmiş qonşusunun ölümün rəsmi olaraq müəyyənləşdirirlər və onun çarpayısını palatadan çıxarırlar. Qonşusundan canı qurtarmış baxılı adam dərhal xahiş edir ki, onun çarpayısını pəncərə önünə yerləşdirsinlər. Növbəti tibb bacısı onun xahişini yerinə yetirir. Lakin o küçəyə baxanda dəhşətdən titrəyir. Onun gözü önündə qonşu evin, bütün dünyanın qarşısını kəsmiş donuq kərpiç divarları tutur. Sən demə onun mərhum qonşusu öz təxəyyülünün gücündən istifadə edərək çətin anında ona sevinç bəxş etmək üçün ağlasılmaz mənzərələr uydurub. Sən demə o təmənnasız sevgi ilə hərəkət edilmiş. Bu tayıqca mənə öz həyat perspektivlərimi görməyə həmişə kömək edir. Xoşbəxt və dolğun həyat yaşamaq üçün, xüsusilə də çətin vaxtlarda öz perspektivini başqa tərzdə təqdim etmək lazımdır və bu zaman özündən soruşmaq lazımdır. Mənim üçün xoş olmayan bu vəziyyətdən çıxmaq üçün daha düşünülmüş və müdrik qərar qəbul edə bilərəmmi? Bütün zamanların ən böyük fiziklərindən olan Stephen Hawking deyirdi ki, biz tamamilə sıradan bir ulduzla, nəhəng kosmosun 100 milyonlarda galaktikasının içindən itib batan bir ulduzla yanaşı kiçik bir planetdə yaşayırıq. Belə olan halda prinsiplərin dəyişməsi sizin üçün nədir? Bu məlum faktın müqabilində şəxsi çətinlikləriniz hələ də sizə dəhşətli gəlirmi? Həqiqətənmi problemləriniz və çətin işləriniz sizə əvvəl kimi ciddi gəlir? Biz bu dünyaya qısa bir ömür yaşamağa gəlirik. Yuxarıda deyilənləri nəzərə alsanız, bu qənaətə gəlmək olar ki, bizim hər birimizin həyatı əbədiyyət radarında xırdaca bir nöqtədir. Ona görə də həyatdan təmzov qalmaq üçün müdriklik göstər. 4-cü bölüm. Amansız sevgiyə etiqad et. Nizam, intizam insan həyatının bütün münasibətlərində əhəmiyyətli və uğur edərək onu sanki qızıl sapa düzür. Daxili intizam insanı vacibliyini dərk etdiyi, amma həmişə qaçmaq istədiyi işləri yerinə yetirməyə məcbur edir. Daxili intizam olmasa, biz öz məqsədlərimizi dəqiq müəyyən edə, vaxtdan effektli istifadə edə bilmərik. İnsanlara yaxşı münasibət bəsləməyə, sağlamlığımızın qayğısına qala və ya axmaq fikirlərdən uzaq dura bilmərik. Daxili intizam vərdişini mən amansız sevgi adlandırıram. Çünki özünə qarşı tələbkar olmaq bu sevginin böyük səsidir. Özünü hazırlıqlı olmağa məcbur etməklə sən daha məqsədə yönlü, prinsiplərinə uyğun olaraq yaşamağa başlayarsan. Ağacdan küləyin saldığı yarpaqlar misalı baş verənlərə reaksiya verərək yox. Seminarlarımın birində də demişəm, özünə qarşı nə qədər tələbkar olsanız, həyatınız bir o qədər asanlaşar. İnsan həyatının məzmunu, nəticə etibarilə onun seçimləri və qərarları ilə müəyyən olunur. Bu, sevimli peşə və ya maraqlı kitab haqqında səhər saat neçədə oyanmaq və ya gün ərzində nə haqda düşünməyi götür qoy edəndə baş verir. İnsan daima iradə gücünü nümayiş etdirəndə, öz nöqteyi nəzərincə seçim edəndə, problemin həlli üçün asan yollardan imtina edəndə, öz həyatı üzərində nəzarət əldə edir. Parlaq və dolğun həyatda yaşamış adamlar onlara əlavə baş ağrısı gətirəcək məsələlərdən qaçırlar. Onlar istənilən situasiyada ağıllı düşünmək, müdrik qərarlar qəbul etmək üçün kifayət qədər cəsarətə malikdirlər. Məhz bu qabiliyyət onları böyük edir. Müvəffəqiyyət qazanmış adam uğursuzların sevmədikləri işləri görməyə alışqandır. Publisist və mütəfəkkir Gray belə deyir. Vacib deyil ki, uğurlu adamlar bu işləri görməyə sevsinlər. Onlar arzularını məqsədlərinə tabe etməyi bacarırlar. İngilis yazıçısı Thomas Shelby Huxley də belə bir nəticəyə gələrək qeyd edib. Ola bilsin ki, hər cür təhsilin ən başlıca nəticəsi insanın arzusundan asılı olmayaraq görməli olduğu işləri görməsidir. Bu
müdrik fikri bir qədər başqa şəkildə Aristotel deyib, insana həyatda o iş müvəffəq olur ki, onun üzərində ürəkdən çalışır. Tikinti ilə çox məşğul olan ən yaxşı inşaatçı, arfada çox çalan ən yaxşı arfa çalan olur. Eləcə də biz ədalətli hərəkətlər edərək ədalətli oluruq. Öz addımlarımızı kontrol etməklə biz təmkinli, cəsarətli addımlar ataraq cəsur oluruq. 5-ci bölüm. Jurnal tərtib et. Şəxsi jurnalın aparılması şəxsiyyətin inkişafı üçün ən yaxşı üsullardan biridir. Şəxsi təcrübə haqqında gündəlik qeydlər və onlardan çıxarılan nəticələr səni günü-gündən müdrikləşdirər. Beləliklə sən özündəki bacarığını inkişaf etdirə və çoxlu səhvlərdən qaça bilərsən. Bundan əlavə jurnal aparmaq səni öz məqsədlərini aydınlaşdırmağa və həqiqi dəyərlərdən yapışmağa kömək edər. Jurnal aparmaqla sən özünlə daim söhbət etmək imkanı qazanırsan. Dərin düşünməyin, geriliyin göstəricisi olduğu müasir dünyada bu özünə məxsus ünsiyyət səni dərin düşünməyə vadar edər. Jurnal sənin fikirlərini daha aydın, həyatını isə məqsədə yönlü və təmiz edər. O həm də sənin həyatı məsələlərlə bağlı fikirlərin üçün yuva ola bilər. Buraya sən təcrübədən istifadə edə biləcəyin uğurların strategiyasını daxil edə bilərsən. Jurnala sənin fikrincə sənə iş, şəxsi və mənəvi həyatda böyük uğurlar qazandıra biləcək vacib ideyalara etibar edə bilərsən. Qoy sənin jurnalın sənin təxəyyülünü inkişaf etdirə və öz arzularını aydın təsəvvür edə biləcəyin gizli yerin olsun. Jurnal gündəlik deyil. Gündəlikdə biz hadisələri təkcə qeyd edirik. Jurnalda isə analiz edib qiymət veririk. Jurnal apararkən sən hal-hazırda nə edirsən, nə üçün edirsən və öz fəaliyyətinin prosesində hansı təcrübəni qazanmısan kimi suallar üzərində düşünürsən. Jurnal şəxsiyyətin inkişafına kömək edir və məntiqi inkişaf etdirir. O əvvəlcə öz vicdanı ilə danışmağın maraqlı üsulu olub, nəticədə keçmişin təcrübəsini gələcəkdə nailiyyətlər qazanmaq üçün istifadə etməyin instrumentinə çevirir. Tibbi tədqiqatlar göstərib ki, jurnalı heç olmasa 15 dəqiqə ərzində işləmək insan sağlamlığına müsbət təsir edir. İmmun sistemini möhkəmləndirir və əhvalını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Yadda saxla, əgər sənin həyatın haqqında düşünülməyə dəyərsə, deməli onun haqqında yazmağa da dəyər.